Sabahınız xeyir. Nergis xanım daim sürprizlerle gelir. İstedim bu zakatı siz de göresiniz. Bu güzelliği siz de göresiniz. Akşamınız xeyir olsun. Bayramımız mübarek olsun. Bütün hərbiçiləri, bütün əsgərlərimizi, bütün zabitlərimizi hamını təbrik edirəm. Yaxşı ki varsınız. Yaxşı ki bizləri qoruyursunuz. Yaxşı ki bu əmin-amanlığı bizə təmin edirsiniz. Təbrik edirəm hamınızı. Gözəllik değil mi? Öpürəm hamınızı. Təbriklər edirəm sizi çoxlu. Həmişə, hər yerdə, hər zaman qalib olaq. Hamının yanında üzümüz ağ olsun. Bütün xalqların, bütün millətlərin yanında həmişə üzümüz ağ olsun. Onların hamısı da sizin zəhmətinizdir. Sizin zəhmətinizin bəhrəsidir. Yaxşı ki varsınız. Sizi çoxlu təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, evlatlarınızın, ailənizin xoş günlərini görməyi arzu edirəm. Canınızı möhkəm olmanızı istəyirəm. Yaxşı ki varsınız və bizə rahat istirahət təmin edirsiniz. Bu gözəlliklərə görə sizə çoxlu təşəkkürlər. Bu əmin-amanlığa görə. Necəsiz, hardasınız, nə işlə məşğulsuz, kim hardadır, neyniyir? Salam, necəsən, zabit? Zabit sənin adındır, yoxsa sənin ixtisasındır, vəzifəndir? Salam, Bilal, salam, hardasınız, kim hardadır, yazın görək. Biz dənizin sahilindəyik, biz pafız sevmirik, yekəxanalıq sevmirik. Bizimki ancaq təbiətin qoynunda, dənizin sahilində işləyirik. Bilal, can. Kim işlədi, Allah qoluna qüvvət versin. Salam. Çoxlu hamınıza salamlar diləyirəm. Hamınıza. Bu zakatı istədim sizə göstərəm. Canlı göstərəm. Canlı. Sizlə bir yerdə istəyirəm bunu görəsiz, bu gözəlliyi. Libyadayım. Libyadayım. Allah bütün cəmi insanların, cəmi müsəlmanların, cəmi dinc insanların həyatını pis müharibələrdən qorusun, pis niyyətli döyüşlərdən qorusun hamımızı. Nə yaxşı ki varsınız. Siz hərbiçilər olmasaydınız biz bu rahat istirahət edə bilməzdik. İnanın hər dəqiqə, hər saniyə siz bizim yanımızdasınız. Əgər biz sizlərin yanında deyiliksə, o demək deyil ki, biz sizləri unutmuşuq. Heç yadımdan çıxmaz, 2020-ci il idi, müharibə təzə başlamışdı, mənim də bir xəstəm gəlmişdi. Çox da yaxşı bir oğlan idi, yoldaşını yoxlatmağa, dedi ki, yoldaşımı yoxladıb, gedəcəyik, Allah qoysa, müharibə başlayır, müharibədə iştirak edəcəyim. Mən dözə bilmədim, qayıtdım, dedim ki, axı nə üçün bu müharibədə ancaq kasıblar, imkansızlar, zəhmətkeşlər döyüşür. Axı nə üçün bu müharibədə bu varlılar, imkanlılar, qudurğanlar döyüşmür? Onda bilirsiniz nə dedi? Dedi ki, doktor, mən sizə bir söz deyim. Onların müharibəyə getməyindənsə, döyüşməyindənsə döyüşməməkləri yaxşıdır. Çünki onlar geçsələr ya torpağı satacaqlar, ya milləti satacaqlar, ya xainlik eləyəcəklər, ya satqınlıq eləyəcəklər. Qoyun hələ onlar özləri üçün keyflərini eləsinlər. Torpağı qorumaq bizlikdir. O
söz mənim həmişə yadımdadır. İnanın Allaha. O qədər o söz mənə pis təsir eləmişdi. O da şükür Allaha getdi. Döyüşdü, sağ-salamat gəldi. Allah bütün ölən şəhidlərə rəhmət eləsin, ailələrinə səbir versin, analarına necə deyim, səbir diləyirəm onları. Qazilərə Allah can sağlığı versin, qeyrətli, namuslu oğullarımızın Allah qollarına qüvvət versin, canlarına sağlıq versin. Sizlərin hamısını sevirik, hamısının üçün həqiqətən də həyəcan keçiririk. Çox sağ olun ki, varsınız. Nə yaxşı ki varsınız, nə yaxşı ki bizim millətimiz bu cür qeyrətli millətdir. Nə yaxşı ki bizim millətimiz bu qədər, necə deyim, hökümlü millətdir. Sözünü deməyi bacarandır. 100 dənə söz desələr də, amma bizim millətimizdən yoxdur. Yaxşı ki varsınız. Təbrik edirəm sizləri. Bütün hərbiçiləri, bütün zabitləri, bütün əskərləri, hamınızı təbrik edirəm. Və sizə bir balaca təbiət gözəlliyi pay göndərirəm. Öpürəm hamınızı, düppədüz, Xəqani. Görsən, mən dediyim sənə də çatdı. Başa düşdü ki, düzgün sözdür. O söz mənim həmişə qulağımda qalıb, o mənim yaddaşımda qalıb. Ondan sonra məndə artıq o hirs, o qəzəb yoxdur. O insanlara qarşı ki, ne üçün onlar getmirlər, ne üçün onlar mütləq uvolit olurlar, mütləq nə bilim, əskərlikdən yayınırlar, döyüşlərə getmirlər, torpaqlarımızı qorumurlar, lazım olanda bu torpaq üçün döyüşmürlər. İndi mən başa düşürəm ki, onlar heç bizə lazım da deyil. Onların döyüşməkləri heç bizə lazım deyil. Bizi bu torpağın üstündə düpbədüz durmağımızın səbəbkarı siz qeyrətli oğlanlarsınız. Yaxşı ki varsınız. Halal olsun sizi bu dünyaya gətirən analara. Onların sütü sizə halal olsun. O anaların zəhmətini Allah yerdə qoymasın. Allah sizlərin canını sağ eləsin. Evlatlarınızın, ailənizin hamısının üstünə sağ-salamat qaydasınız. Döyüşəsiniz, vuruşasınız torpaqlarımız üçün. Sonra da sağ-salamat ailələrinizə dönəsiniz. Nə yaxşı oldu bugünkü təbrikim, bax belə maraqlı bir şey oldu. Öpürəm sizləri çoxlu. Bəli, fikrimdən razısınızsa çox sevindim. Baxın, gözəlliyə baxın. Görürsünüz. Elə bilməyin, biz başa düşmürük, ya kimsə başa, hər şeyi hamımız yaxşı başa düşürük. Bəli. Öpürəm hamınızı, bütün hərbiçiləri, bütün torpağımız üçün döyüşən, çalışan, əziyyət çəkən, torpaqlarımız üçün, bütövlüyü üçün öz bir damcı da olsa zəhmətini qoyan hər bir insanı öpürəm, bağrıma basıram. Təbrik edirəm hamınızı. Hərbiçilər sağ olun, təbriklər.